Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil ferecahum ve ehlik aduvvahum. Əziz və dəyərli müsəlmanlar, bu videomuzun mövzusu üzümüzə gələn Hicri qəməri təqviminin Zilhiccə ayının fəlsəfəsinə aid olan bir buraxılışdır. İnşallah növbəti videolarımızda isə bu ayda hansı fəzilətli ibadətlərin yerinə yetirilməsi və bu ayda tarixdə baş vermiş müxtəlif əlamətlər, günlərə dair söhbətlərimiz olacaq. Zilhiccə ayının fəziləti və əhəmiyyəti haqda qısa bir məlumat. Zilhiccə Hicri qəməri təqviminin sonuncu ayı olmaqla yanaşı, həm də müqəddəs və fəzilətli aylardandır. Dinimizin Firuiddin bölməsinin 5-ci bəndində müsəlmanlara vacib olan əməl, ibadət həccdir. Həcc mövsümü həcc ibadəti hansı ayda, hansı günlərdə yerinə yetirilir? Həcc mövsümü bu ayda olduğu üçün, həcc mərasimləri bu ayda yerinə yetirildiyi üçün bu aya Zilhiccə adı verilmişdir. Zilhiccə ayı həm də haram aylardandır. Bunu da qeyd edək ki, hər kim haram aylar haqda bilgi, məlumat ələ gətirmək istəsə, YouTube kanalımızın Rəcəb ayının gəlişi haqda demək video buraxılışına müraciət edə bilər və orada lazım olan məlumatları ələ gətirə bilər. Zilhiccə ayının ilk 10 günü Məkkə şəhərindəki Allahın Kəbə evini ziyarət etməyin xüsusi və fəzilətli günlərindən sayılır. Bu ilk 10 gün haqqında Qur'an-ı Kərimin Həcc surəsində Allah təbarək Teala buyurur ki, fi əyyamin məlumat, məlum olan günlərdə ifadəsini Allah Teala Qur'an-ı Kərimdə nazil edib. Hədislərə və rəvayətlərə istinad olaraq bu ayənin, bu ifadənin təfsirində, şərhində məhz məlum olan günlər anlamı Zilhiccə ayının ilk günüdür ki, bu da həmin o 10 günün gecə və gündüzlərinin fəzilətli və əhəmiyyətli olmağından xəbər verir. Sözsüz ki, möminlər fürsətdən istifadə etməli, bu 10 gündə həm dilləri, həm ürəkləri, həm də əməlləri ilə Allahı daha çox zikr etməlidirlər. O kəslərə ki, Allahın Kəbə evinə ziyarətə getmək qismət olub, nəsib olub, onlar bir cür səadət sahibidir. Onlara ki, qismət olmayıb, onlar eləyə bilərlər ki, bu 10 gündə bəzi ibadətləri, fəzilətli əməlləri yerinə yetirərək Allahın Kəbə evini ziyarət edən hacılarla savabda şərik olarlar. Allah təbarək Teala Qur'an-ı Kərimin Fəzl surəsində buyurur ki, Euzubillahimineşşeytanirracim və ləyalin əşr, and olsun 10 gecəyə. Yenə də hədis və rəvayətlərə istinad olaraq Allahın Qur'anda and içdiyi bu 10 gecə Zilhiccə ayının ilk 10 gecəsi olduğunu izah edir və açıqlayır. Və yenə də bu ilk 10 gününün, gündüzünün və gecəsinin nə qədər əhəmiyyətli olduğundan bizə xəbər verir. Allah Rəsulü sallallahu aleyhi və səlləmdən nəql olunan bu ayın fəzilətləri, bu 10 günlüyün fəzilətləri haqqında olan hədislərdən birini sizin xidmətinizə demək, çatdırmaq istərdik ki, qalə Rasulullah sallallahu aleyhi və səlləm ma min əyyamin əzka indallahi teala və la azəmə əcrən min xayrin fi əşril ədha.
Peyğəmbər buyurur ki, Allahın dərgahında Zilhiccənin 10 günündə görülən xeyir əməllərdən, xeyir işlərdən daha pak, təmiz və əzəmətli, savab, əcrli günlər yoxdur. Peyğəmbər bu hədisi dedikdən sonra Peyğəmbərdən sual soruşdu. Qilə ya Rasulallah və la el-cihadu fi səbilillah. Ya Peyğəmbər, Allah yolunda olunan cihad da bu 10 günlükdən üstün deyil. Bu 10 günlüyün xeyir əməllərindən, savabının əzəmətindən böyük deyil, fəzilətli deyil. Peyğəmbər buyurdu ki, qalə və la el-cihadu fi səbilillah. Allah yolunda olunan cihad da bu 10 gündə görülən xeyir işlərdən təmiz, pak və savabı baxımından əzəmətli deyil. Və Allahın Rəsuli salavatullah aleyhi və səlləm ardınca buyurur ki, İlla rəculun xərəcə bimalihi və nəfsihi thumma lam yerci' min zalika bi şey. Məgər ki, Peyğəmbər istisna gətirir. Yalnız o kəs istisnadır ki, Allahın yolunda həm malını, həm canını sərf eləsin, xərcləsin və o maldan, candan heç bir şey geri qalmasın, qayıtmasın. Yəni, malı Allah yolunda xərclədi və Allah yolunda mal qutarandan sonra canını da verdi. Nə mal qaldı, nə can bu şərtdə, bu şəraitdə, daha doğrusu bu adamın əcri, savabı, əməlin paklığı, pakizəliyi, əcrin əzəməti Zilhiccə ayının ilk 10 günündə olan demək fəzilətlərə, o savablara bərabər olar. Bu rəvayət Zilhiccə ayının ilk 10 gününün nə qədər fəzilətli və qiymətli olduğunu açıq şəkildə göstərir. Amma Zilhiccə ayında baş verən əhəmiyyətli dini və mənəvi tarixi hadisələr hansılardır? Bu ayda həm fərəh, şadlıq, bayram günləri vardır. Eyni zamanda bu ayda həm də matəm, şəhadət günümüz vardır. Hicrinin 2-ci ilində Zilhiccənin 1-ci günü Əmirül-Möminin və Həzrət Fatimə Zəhra əleyhissalamın izdivac, evlilik günüdür. Hicrinin 114-cü ilində Zilhiccə ayının 7-si 5-ci məsum İmam Baqir əleyhissalamın şəhadət günüdür. Zilhiccə ayının 9-u bəşəriyyət üçün, bəşəriyyətin yaradılışın günündən dünyanın sonuna qədər Ərəfə günü əhəmiyyətli və fəzilətli bir gündür ki, xüsusi izaha ehtiyacı var bu günün. Eyni zamanda Hicrinin 60-cı ilində Ərəfə günündə Küfə şəhərində İmam Hüseyn əleyhissalamın səfiri olan Müslim ibn Əqilin və Müslim ibn Əqili Küfə şəhərində qarşılayan Hani ibn Ürvənin şəhadət günləridir ki, Məlun ibn Ziyad tərəfindən həm Həzrəti Müslim əleyhissalam, həm Hani ibn Ürvə Rizvanullah Teala əleyhissalam demək şəhid oldular. Zilhiccə ayında İslam dünyasının 2 böyük, əhəmiyyətli, səadətli bayramı vardır ki, Zilhiccənin 10-u Qurban bayramı, Zilhiccənin 18-i isə Həzrəti Əli əleyhissalamın Qədirxum bayramıdır ki, Allah tərəfindən Peyğəmbərə Əmir-ül-Möminin ağanın canişin xəlifə təyin olunduğu gündür. Və Zilhiccənin 24-də Əhl-i Beyt əleyhissalamın fəzilətinə, o yüksək məqamına aid dair İslam tarixində baş vermiş Hicrətin 10-cu ilində mübahilə hadisəsinin
demək, tarixi əlamətlər günüdür və Zilhiccənin 25-də Hicrinin 35-ci ilində Əmir-el-Möminin ağanın demək, xalq tərəfindən, ümmət tərəfindən xilafətə, demək, xilafətə görə beyyət etdiyi gündür. Yəni Əmir-el-Möminin ağanın tarixdə 2 beyyəti var. Bir beyyəti Qədirxum çölündədir. Allah Rəsulunun huzurunda ki, məlum məsələdir ki, Peyğəmbər vəfatından sonra bu beyyət sındırıldı. Amma 25 il sonra ümmətin, millətin, xalqın peşimançılığından və peşimançılığından sonra Əmir-el-Möminin ağanın yenidən ikinci beyyəti də Zilhiccə ayında Hicrinin 35-ci ilində demək baş vermişdi. Allaha and veririk. Bu ayın demək əlamətlər günlərinin sahiblərinin hörmətinə, bu ayın demək fəzilətlərinə Allah Taala bizi bu ayda bəndəçilikdə müvəffəq qərar versin. Dualarda demək boynumuzda haqq olanları unutmayaq. İmam Zaman əleyhissalamı ilk öncədə və sonra isə o kəslər ki, möminələr həbsxanalarda olan, xəstələrimiz, problemləri olan, sıxıntıları olan, canları təhlükədə olanları da inşallah dualarımızda yad eləyək. Allah hamıdan qəbul etsin.